Hə, köynələr. Eşitdiniz də? O kino var idi ya. O ayıq sürücü kinosu, hardakı o. Biz onun haqqında nə layiq sözlər deyilmişdi. Həmin o kinonun idarə heyəti, rejissor başda olmaqla gəldilər bizi ona kəndinə, görüşdülər ağsaqqallarla, üzr istədilər və həmin kinodan bütün o nə layiq sözlər, hamısı o səhnələr kesiləcək. Yəni ki, belə bir montaj olacaq. Onu da sizə deyim ki, görürsüz də indi də, yəni də deyirlər ki, deyir el gücü, sel gücü. Hamınıza bir təşəkkür bildirmək istəyirəm ki, belə bir məsələdə biganə qalmadınız, dəstək verdiniz. Necə deyirlər? Tak держать. Amma bir də onu da mən sizə deyim ki, o kinonun yaradıcıları var ha. Təsəvvür eləyin ki, bu məsələ qalmaqala, yəni çevrilməsəydi, bəlkə də heç o kinoya heç baxan da olmayacaqdı. Amma indi bu məsələdən sonra o kinoya baxmayan demək olar ki, qalmadı. İndi gəlin oturaq fikirləşək ki, əslində bu məsələdən kim utdu və bunun dalında nə durur? Bu qədər, qəlbdən qəlbə.